Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə 20 yanvar mövzusunda maket hazırlayacağım. Hazırlandıqda istifadə etdiyim detalları, kiçik hissələri ayrı-ayrılıqda göstərəcəm. Ümid edirəm sizlərin də ürəyincə olacağı və hazırlayacağınız bir iş olar. Bu formada qutudan istifadə edib ilk öncə maketimizin altlıq hissəsini hazırlayıram. Əlimdə hazır qutu olduğuna görə bundan istifadə elədim. Əgər yoxdursa, bütün korpusu kardondan özünüz də hazırlaya bilərsiniz. Orta hissəyə əlavə kardonları yerləşdirirəm ki, korpusumuz daha möhkəm olsun, orta hissəsi batmasın. Mən üzərini qara jart kağızla bükəcəm. Yoxdursa qara parça da olar, adi qara kağız da olar. Daha sonra penoplastdan dekorlarımı hazırlamışam. Bu formada 8 guşəli ulduz kəsdim. İstəsəniz kardondan kəsib üzərini şpaklovka ilə örtə bilərsiniz. Mən yenə ulduza şpaklovka vuracağım, amma bazanı penoplastdan hazırladım. Bu formada üzdüyü şpaklovkadır, su qatıram. Bəzən üzdüyü, bəzən astar da istifadə edirəm, düzün desəm. Hər iki formanı istifadə edə bilərsiniz. Bu formada biraz qatıq xəmir kimi əldə edəndən sonra penanın üzərinə çəkirik. Mən şamın yerini təxmini olaraq hazırladım ki, həmin hissəni əridəcəm. Şam biraz içəriyə doğru otursun. Daha sonra isə şam üçün kənarlarına sarı fetrdən alov formasını hazırlayacağım. Bunu kağızdan da eləmək olar təbii ki. Daha sonra isə bu formada xəritə çıxartmışam. Mənə yalnız kontur xəttləri lazım olacaq. Kənar hissələrini kəsib penanın üzərində qəlib kimi istifadə edirəm.
Xəritəmi mən bayraq rəngində boyayacağım üçün ümumi ölçünü ölçüb 3 hissəyə böləcəm. 18 santimetrdir. 6-12 santimetrlərdən xətt çəkirəm ki, 3 bərabər hissəni əldə eləyim və daha sonra boyayacağım. Boyamaq üçün fərqi yoxdur. Quaş və yaxud da akrilik boyadan istifadə edə bilərsiniz. Və mərkəzi hissəyə əlimdə lazer kəsim ayparam var. Onu yapışdıracağım. Bu yoxdursa adi ağ kağızdan yapışdırmaq olar. Ağ keçədən kəsmək olar. Və yaxud da ümumiyyətlə qırmızı hissədə həmin ayparanı çəkib boyamaya bilərsiniz. Yəni ağ saxlamaq olar bu formada. İndi isə 20 dekorunu qara kağızla örtəcəm. Rəqəmləri yerləşdirmək üçün altlıq hissə kağızı kəsəcəm. Çünki birbaşa kağıza yerləşdirdikdə hərf yəni yellənə bilir, belə deyək. Çünki kağız bəzən kardon hissəyə tam yapışmır. Ən yaxşısı budur ki, həmin hissəni təxmini olaraq ölçüb birbaşa rəqəmi kardona yapışdırasınız. Maketimizə belə bir oyuncaq tank var. Onu yerləşdirəcəm. Amma tam sadə yaşıl formadadır. Sadəcə detalları xoşuma gəldi ki, çox incə bütün üzərində kiçik detallar qabarıq şəkildə bilinir. Və biraz köhnəlmiş, işlənmiş formanı əldə etmək üçün, o görüntü üçün dırnaq boyalarından istifadə elədim. Bu formada qərənfillər var satışda. Özünüz də hazırlaya bilərsiniz. Keçədən, yəni famerandan da ola bilər, kağızdan da hazırlaya bilərsiniz qərənfilləri, fərqi yoxdur. Mən hazır formada satışdan aldım, amma qulpsuz idi. Ona görə özüm qulp və yarpaqlar hazırlayacağım.
Daha sonra isə maketin künc hissəsindən belə bir atlas qara parçam var. Həm örpəyi, həm matəmi, yəni simvolik olaraq bu qara atlas parçayla ifadə eləməyə çalışacağam. Adi formada yapışdıra bilərsiniz və üzərinə 2 tünd yaşıl, təxmini olaraq qara rəngə çalan qızıl güllərim var. Onu yapışdırdım və maketimi tamamlamış oldum. Bugünlük bu qədər. Allah bütün şəhidlərə rəhmət eləsin. Biz izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.